Ğazzu əbsarahum amma harramallahu aleyhim. İcazə verin bu gözəl kəlmənin üzərində də bir neçə dəqiqə dayanaq. Buyurur ki, gözlərini onlara Allahın haram etdiyinə yumublar. Fəlsəfəsi nədir? Bu göz yummağın fəlsəfəsi nədir? Bizim bir dərdimiz nədir? Biz çox vaxt bilmirik bizi niyə görə Allah nədənsə çəkindirir. Fəlsəfəsini bilmirik. Və ona görə də xoşumuz gəlmir bu qadağalardan. İnsan həyatı bugünə niyə düşüb sizcə? İnsan həyatı niyə görə bugünə düşüb? Biz çox zaman deyirik, qərbdə cəmaatla belə gəzir. Məsələn, əxlaqsızlıq belədir, fəsad belədir, filan şeylədir. Bunlar nəticədir, bunlar haşiyədir. Ya elə bizim özümüzdə, ya hər hansı yerdə. Fəlsəfəsi nədir həyatın? Niyə belə günə düşüb? Həyatın fəlsəfəsi bir üstündədir. Həyatın fəlsəfəsi budur ki, bu həyatda çox şeylər var ki, sənin əlinin altında da gərək əl vurmayasan ona. Bu, insan həyatının fəlsəfəsidir. Yiyə bilərəm, yemirəm. Baxa bilərəm, baxmıram. Götürə bilərəm, götürmürəm. Gedə bilərəm, getmirəm. Deyə bilərəm, demirəm. Budur insan həyatının fəlsəfəsi. İnsan bu deməkdir. Yaşamağın yolu budur. Həyat bu deməkdir, həyat. Həyatın, insan həyatının tərifi budur. İnsan həyatı budur. Hədislərdə gəlir ki, nəfslə mübarizə apar ki, həyat sənin üçün ləzzətli olsun. İnsan neyniyib? İnsan ləzzət üçün qaçıb, hər şey özünə icazə verir və ləzzəti itirib, indi. Həyatın ləzzəti itib. Həyatın ləzzəti itib. Bəşəriyyətin əsas problemi budur ki, sərhəd müəyyən eləmir özünə. Sərhəddi itirib. Elə ki, uşağın yetkinlik yaşına çatdı, dedi ki, mən belə istəyirəm, dərhal deyirəm ki, ən pis söz işlətdim. Mən belə istəyirəmdən yaşamaq olmaz. İnsan həyatı ürəyim istəyir deyil. İnsan həyatı bu deyil. Bu mədəniyyət ən rəzil mədəniyyətdir, bugün dünyaya hakimdir. Ən rəzil mədəniyyət. O mədəniyyətin fəsadını pisləyirik, kökünü tapa bilmirik. Kökü budur ki, yox deməyi təlqin eləmir insanlara. Halbuki insanlar orada da özünə yox deyir. İnsan mütləq varsa özünə nədəsə yox deməlidir. Hər istəyini eləyə bilməz insan. Dini əsər, dini film, dini kitab, nədir, roman, nə olur olsun, bunu göstərməlidir. Dinin atributlarını yox. Mən bunu yorulmadan demişəm sizə. Dini musiqi başına araqçın giyinib, təsbih götürüb, uzun ağ paltar giyinib nəsə mahnı oxumaq deyil. Nəsə film göstərmək deyil. Dini əsər odur ki, başa salsın ki, bu həyatda bəzi şeylər var ki, mən ona göz yummalıyam. Ondan imtina etməliyəm. Ğazzu əbsarəhum amma harramallahu aleyhim. Allahın haram buyurduqlarına göz yumurlar. Dünya belə tənzimlənib. Allah dünyanı belə tənzimləyib ki, biz bəzən bəzi şeylərə göz yummalıyıq. Dünya belədir. Dini qoyuram qırağa. Halal haramı qoyuram qırağa. Dünyanın quruluşu belədir. Keçmişdə bunu demişəm. Bir adam pul qazanmaq istəyirsə, yuxusuna yox deməlidir, durmalıdır. Bunun dinə dəxli var. Bir adam alim olmaq istəyirsə, rahatlığına yox deməlidir, kitab oxumalıdır. İnsansansa, həyatda yaşayırsansa, dinin olmasa da belə, həyat fəlsəfəsi budur ki, insan nələrdənsə keçməli və imtina eləməlidir. Sırf faydalarından əlavə, bu özü həyat fəlsəfəsidir. Yoxsa biz deyirik ki, harama baxma, çünki haram insanda şəhvəti artırır, harama baxmaq, harama baxanda insanda əsəblər korlanır, filan, 50 dənə söz danışırıq. Amma bundan əlavə bunu demək lazım ki, insanın kamalı, ləzzəti, insanlığı baxışına nəzarət eləmək qüdrətindədir, gücündədir. Kimdə bu güc varsa o insandır, potensial olaraq insandır.